Rüstəm müəllim, xoş gördük sizi. Təəssüflər olsun ki, müsahibəni Göyçədə götürmürük. Bakıdayıq, Bakının mərkəzi küçələrindən birində. İlk öncə bəzəksiz, düzəksiz bir sualla sizə müraciət eləmək istəyirəm. Yurd itirmək, yurd övladı üçün nə deməkdir? Məmmədov Rüstəm Dastanoğlu Göyçə mahallı Daşkənd kəndində anadan olub. 8-ci sinifə qədər orada təhsil alıb. Bakı şəhərində 5 nömrəli kimya biologiya təmayüllü məktəbi bitirib. Kiyev Politexnik İnstitutunu atom fizikası ixtisası üzrə bitirib. Qeyri-adi düşüncə tərzinə malikdir. Böyük Türk dünyasının böyük yazıcısı Çingiz Aytmatovun belə bir sözü var. Biz vətəni ona görə sevirik ki, biz uşaqlığımızı orada itirmişik. Uşaqlıq da hər bir insan üçün doğrudan da elə bil ki, onun ən şirin illəridir, ən gözəl illəridir. O dil açır, ayaq açır orada təbiəti tanımağa başlayır. Birinci, ümumiyyətlə hər şeylə başlayır orada uşaqlıq dövründə tanış olmağa. Valideynlərin əhatəsində olur, doğmalarının əhatəsində olur, o torpağın üstündə qaçır, oranın suyunu içir, oranın havasını udur. Yəni, şəxsən mənim də qismətimə o düşüb ki, mən o Göyçədə, gözəl Göyçə məkanında, Daşkənd kəndində anadan olmuşam. Birincisi doğrudan bizim babalarımız çox müdrik olublar ki, oranı yaşayış məskəni kimi oranı seçilib. Ona görə ki, hələ qədim zamanlarda insanlar üçün, yaşamaq üçün hansı məkan daha uyğun idi? Cəmaət maldarlıqla məşğul idi, taxıl lazım idi ki, yeməyə, onlar əksinlər, onlar istifadə eləsinlər. Və Göyçə, örüş olsun, mal heyvan saxlasın, orada bəli ki, ot olsun böyük. Və Göyçə də elə bir məkan idi. Göyçə də bir məkan idi, məsələ bizim kənd dəniz səviyyəsindən 2200 metr hündürlükdə idi. Orada yəni meşə ağaçlar yox idi. Bütün göz işlədikcə hər tərəf göyçəmənlik. Alt çəmənlik. Alt çəmənlik, bəli, alt çəmənlik, gözəl suları, bütün hər tərəf açıqlıq. Yəni maldarlıq üçün, mal qoyunu saxlaması üçün ideal şərait var idi. Bilirsiniz, o dağların elə bil ki, aşağı ətəyində gözəl kəndin salınması üçün şərait var idi. Gözəl suları var idi. Gözəl orada buğda, yəni əkilirdi. Çox gözəl buğda yetişirdi. Buğda elədi ki, orada çörək pişiriləndə bir evdə bütün ətraf kəndlərə yayılırdı çörəyin ətri. Yəni elə bir gözəl məkanda, yəni mənim də qismətimə düşüb ki, orada anadan olmuşam. Ora doğrudan da müqəddəs bir torpaq olub. Bilirsiniz ki, Göyçənin adı Dədə Qorqud boylarında keçir. Göyçə gölü, Altun Tax deyə xatırlanır o adlar. Biraz o dağlara qalxanda, təpələr dağlara bütün Göyçə gölü görünürdü. Göyçə gölü elə idi ki, suyu tərtəmiz, dupduru. Orada hər bir şey nə bitirdisə çox, yəni təsəvvür olunmaz dərəcədə dadlı olurdu. Məsələn, bizim kənddə çox az, məsələn, alma bitərdi, armud bitərdi. Amma bir dənə alma evdə olanda onun ətri bütün evi elə bil ki, onu doldururdu. Bütün o dağların hamısı qızıl mədənləri idi, metal yataqları var idi və oradakı su bütün onlardan süzülüb gəlirdi. Biz elə bil qızıldan, falandan keçmiş sular insanlar o sulardan içirdilər. Göyçə ki, dəniz səviyyəsindən hündürdə idi. Gecələr elə idi, elə bil ki, ulduzu əlinlə götürə bilərdin. Ulduzlar elə alışıb yanırdı. Məsələn, mən çox sevirdim ki, ulduzlara gecələr elə tamaşa eləmək. Bilirsiniz, sonra belə bir söz var ki, deyirlər, yaşamaq üçün ən gözəl yer oradır ki, orada fəsillərin 4-ü də hiss olunsun. Dərdi də hiss olunsun və Göyçənin yazı da, yayı da, qışı da, payızı da ilin 4 fəsilini sən tam bütün varlığından hiss eləyirdi. Bunu itirmək əlbəttə ki, sən elə bil ki, belə baxanda bilirsən, həmişə elə bil ki, sən varlığındadır Göyçə. Bütün bu, Bakıda oxuduğum, Kiyevdə oxudum, harada Göyçə həmişə mənimlə olub. Yurd itkisi, bilirsiniz, təkcə torpaq itkisi deyil.
Əslində belə baxanda Göyçə yerindədir, biz orada deyilik. Bəli. Amma bilirsiniz, onun Göyçənin özü demək olar ki, o boyda bir akademiya idi. Söz akademiyası, saz akademiyası. Yəni buradan bilirsiniz ki, burada Miskin Abdal, Ağaşıq, Aşğalı, Ələsgər, İman kimi böyük-böyük dairələr yetişib. Yəni bunun da yetişmək üçün həmin o mühit var idi və bunun da elə bir ki, o əlbəttə ki, onun ağrısı həmişə hər bir Göyçəli üçün yaşayır. Müsahibələrinizin birində deyirsiniz ki, kənd, yurt, oba daşınıb gəlmişdi Azərbaycana tərəf. Çox az adam qalmışdı, 4-5 nəfər adam. Kəndi Rus əskərləri qoruyurdu. Bu mənzərəni görəndə mən çox pis oldum. Elə bildim kəndimiz ölür, biz də onun yasına gəlmişik. Çox ət-ürpədən maraqlı məqamdır. Təəssüratınızı bilmək istəyirik bu barədə. 88-ci ildə bu hadisələr ki, baş verdi, cəmaət hər bir şeyi ki, qoyub, tərk elədilər kəndi, bütün ümumiyyətlə Qərbi Azərbaycanın hər tərəfini, o cümlədən də bizim kənd bütün çıxmışdı. Bütün nəyimiz var, veş, füş, hər bir şey kənddə qalmışdı. Bizim kəndə gedəndə yol, ümumi asfalt gedir, Sorcalara tərəf. Oradan ayrılır, aşağı deməli ki, qayaların arası ilə düşürsən Məhəlliyə tərəf. İnanırsınız, mən oradan aşağı düşəndə elə bil ki, kəndə yox, bir qəbirstanlığa inirdim. Qapqaranlıq çöküb. Bilirsiniz, həmişə gedəndə, mən kəndə gedəndə işıqlar yanar, mal, qoyun, cəmaatın səsi, uşaqların səsi, qaçarlar. Maşallah, kətdə də ki, hamının uşağı çox. Və burada inəndə məni dəhşət bürüdü. Elə bil ki, kəndin yasına gedirik. Kənd elə bil ki, bütün qaranlıq çökmüşdü. Bütün oradan elə bil ki, keçdikcə, yaxşı ki, qaranlıq idi. Mənim gözümdən, özümdən asılı olmayaraq yaş gedirdi. Toyuqlar zadlar ac qalmışdı. Anam zad çıxanda, belə boğdanı zadı səpmişdi ki, yesinlər də. Girəndə toyuqlar hamısı gizlənmişdi. Elə bir onlar hiss edirdilər ki, sən onu həmin kənddən, həmin pəyədən aparacaksın. Gizlənmişdilər ki, elə bil orada qalsınlar, orada ölsünlər. Yurt içində qalsın. Yurt içində çox maraqlı. Yəni onlar elə bir ki, bunu şuuraltı necə hiss edirlər. Necə ki, məsələ adi bir külək olacaq, bir boran olacaq, zəlzələ olacaq, heyvanlar onu daha yaxşı hiss edirlər də, düzdürmü? Elə bil onlar da hiss edirdilər. Başqalarından fərqli olaraq elə yerə gedib gelirdilər ki, onu sən görməyəsən. Elə bil orada kənddə, orada evdə qala, elə orada ölə, harasa başqa yerə getməyə. Çox ağırlı bir mənzərə idi. Elə bil ki, kəndin həmin o, hansı ki, həmişə mən görmüşdüm, şahlığım orada keçmişdi, o kənddən əsər-əlamət qalmamışdı. Ölü elə bil ki, kəndin ruhu getmişdi, Allah uzaq eləsin. Necə ki, bir canlı ki, dünyasını dəyişir, onun ruhu uçur, fiziki varlığı qalır. Kənd də elə bil ki, ölmüşdü, onun ruhu uçmuşdu, yerdə qalan onun elə bil ki, meyidi idi. Ciddi xarakteri olduğuna görə hər bir nəsnəni demək olmur. Biraz yaxına gedəndə baxırsan ki, içinin dərinliyindən bir kövrək səmimiyyət boy göstərir. Rüstəm müəllim, yer üzündə həqiqət olsaydı, Allaha ehtiyac olardı mı? Deyirlər ki, Allah Teala'dan soruşdular ki, sən insanı niyə yaradırsan? Deyir, insanı mən ona görə yaradaram, özümü tanıtmaq üçün. Yəni, öz varlığımı tanıtmaq üçün Allah Teala öz varlığını elə bil ki, insanlar vasitəsilə tanıdır. Onları ilk müqəddəs kitablar göndərir. Yəni ki, dərk eləyin ki, Allah Teala var. Amma bəzən Allah Teala insanları sınağa çəkir. Sınağa çəkir, belə bir şeylər var. Birinci Göyçə ilə bağlı bir neçə dəfə artıq olub 1905-də, 18-ci illərdə, 53-cü ildə. Dövlət taratlı məsələlərdə də elə bir ki, iki dənə şəxsi insan münasibətinə uyğun bir proses var. Məsələn, görürsünüz ki, ermənilər belə bir problem yaratdılar. Bütün orada bizi Azərbaycanlıları qovdular, plan qurdular. Qarabağı hətta 30 il işğal elədilər, Qarabağın ətrafını da işğal elədilər. Bir 30 il onu saxladılar. Amma onlar məcbur elədilər ki, bizi ayılsınlar. Biz özümüzü güclənək, dərk eləyək, güclənək. Onlar məcbur elədi ki, biz güclənək. Və görürsünüz, o necə ki, biri deyir, belə bir atalar söz var. Deyir ki, kim
ki başqası üçün quyu qazar, özü düşər həmin quyuya. Ermənilər bizə qarşı o cür haqsızlıqlar elədilər. Dədə baba yurdundan qovdular, torpaqlarımızı işğal elədilər. Məcbur elədilər ki, biz onlara qarşı başlayaq mübarizəyə, onlara qarşı başlayaq güclənməyə, onları torpaqlarımızdan təmsil edib, özümüzü dərk edib ayırmağa. Və biz də ki, şükür Allaha ki, biz get-gedə 30 il səbirlə, dövlət başçımızın bəli rəhbərliyi ilə, səbirlə addım-addım güclənildi və bu gün də torpaqlarımızı doğrudan da həmin ermənilərdən azad elədik. Göyçə Azərbaycanın seçilib sayılan məkanlarından biridir. Cavan vaxtında yazdığım bir iki misra var, deyir, ağzımda dilimin titriyən yeri, biri Kəlbəcərdir, biri Göyçədir. Göyçə də, Kəlbəcər də saz söz yurdudur, söz məkanıdır. Xüsusən Göyçədən aşıq, saz, söz sənətimizin nəhəngləri yetişib. Ağ-aşıq Allah verdi, aşıq alı və aşıqlıq sənətinin son bayraqlarından sayılan Ustad Göyçəli Aşıq Ələsgər. Bu təkcə insan işi deyil, bu metafizik düşüncənin təsiridir. Yəni təbiətin insana, övladına, sakinlərinə təsiri var. O cümlədən də Göyçənin o yurtda yetişən böyük sənətkarlara heç şübhəsiz ki, böyük təsiri olub. Metafizika dialektikanın əksidir da. Bu elə bil ki, əmələ, işə falana yox. Demək olar ki, metafiziki baxış birinci ələ baxışdır. Səndən asılı olmayan səbəbdən insana təsiri, insanın formalaşmasına təsiri. Ulduzlar Göyçədə elə idi ki, dəniz səviyyəsindən, yəni hündür olduğundan, yəni və göyün elə açıq olduğundan, həmin o ulduzu, həmin o mühiti görməsən, sənin tutaq ki, o potensialın elə də açılmazdı. Yəni sənin ki, o mühit var, o birinci ki, əl səni əhatə eləyən, onlar səni həmişə elə bil ki, daxil imkanlarını və olan Allah Taala'nın verdiyi o qabiliyyətləri açır. Yəni Göyçənin hər tərəfi alp çəmənliyi idi. Biri var ki, meşəlik olan, meşəlik olan yerdə göz uzağı görmür. Yəni sənin daxilin açılmır. Amma Göyçədə elədir ki, göz işlədikcə hər tərəfi görürdün. Göz işlədikcə, hər tərəfi gördükcə sən arzularla yaşayırdın. Mən məsəl üçün uşaq, görürsən şəhər necə olur, şəhərə gedəydi. Nə bilim, filan kəs ki, böyük uğurları olub. Ən belə Einstein-lə tutmuş Nobel mükafat alanlara kimi, mən də böyük, nə bilim, kəşflər eləyəm. Mən də bir Göyçə üçün, Azərbaycanımız üçün bir o arzularla, yəni ki, onların o arzuların əmələ gəlməsi üçün həmin o metafizik, həmin o olan sənin şuuraltı ətraf mühit sənə təsir eləyib. Bunu əlbəttə ki, uşaq vaxtı onu adam fikirləşmir, adam yaşlaşdıqca bunu fikirləşir. Və Göyçənin də siz dediyi kimi, məsələ Miskin Abdalın, Şair Məmməd Hüseynin, Aşıq Ələsgərin, İmanın, bunların yetişməsində, yəni o mühit olmasa, onların sözlərinə, onların danışıqlarına dəyər verilməsə, onlar aydındır, yetişə bilməz. Yəni ona görə də, yəni Göyçənin özü elə bil ki, bir söz-saz akademiyası idi. Şəxsən mənə dərs keçmişdi, mənim uşağımda Alqaid müəllim. Tutaq ki, Alqaid müəllim şeyində yanında, məsələn, o biri yazanlar, ola biri kənddə qəbul olunmurdu. Yerin, göyün, ərşin, fərşin, arıqacın, əzəl bünövrəsi ay nədən oldu? Ələsgərin məşhur qıfılbəndi. Yeri göydən, göyü yerdən kim seçdi? Təfəkkürə bax. Bu sırf metafizik düşüncədir, sırf. Oxuyub gələn düşüncə deyil. Mənim məsələ anam deyirdi ki, ona da öz anası danışmışdı. Mənim nənəmin toyunu da Aşıq Ələsgər eləyib olar. Deyir ki, danışırdılar, məsələ Aşıq Ələsgər deyir, toydan çıxıb evlərinə gedəndə həmin o düşüncə gətirib o şeirlərə çıxardır. Təsəvvür eləyin ki, evi unudurmuş, bir də ayılırmış ki, dağların ətəyindədir. Üstad müəllim, tənhalığın ən dəhşətlisi milli tənhalıqdır. İstər millətin milli tənhalığı olsun, istər fərdin. 30 ildən çox biz tənha qaldıq siyasi düşüncədə.
sözümüzü, haq fikrimizi, haq tələbimizi deyən, eşidən olmadı. Bununla beraber həm də insanın tənhalığı var. Bu fikrə münasibətiniz? Tənhalıq bilirsiniz, hər adamın qismətinə düşmür ki, birinci ki, o tənhalığı birinci var sevgisi, məsələ Ələsgər kimi. Bilirsiniz, o qədər Allah Taala'nın, yəni ki, onun qismətinə işıq salmalıdır, istedad salmalıdır ki, o tənha olmağı bacarsın. Dostumuz Fəxrəddin Salimin bir sözü var. Doğrudan da bizim Azərbaycanımızın ümumiyyətlə dəyərli ziyalılarından biri. O Dədə Ələsgər haqqında da böyük bir kitab yazıb. Dədə Qorquddan Dədə Ələsgərə. Onun belə bir, mənim çox ürəyimə yatan bir sözü var. Mən ondan eşitmişəm o sözü. O deyir ki, bəzən Allah Taala o yaratdığı insanların ayrı-ayrı fərdlərində birdən elə seçir, ona elə istedad verir ki, o göstərir ki, mənim yaratdığım insanın baxın potensialı nə qədərdir. Yəni Dədə Ələsgərin timsalındakı. Məsələn, baxın ki, insan nəyə qadirdir? Necə fikirlər ortaya qoya bilər, necə yaradıcılıq ola bilər, necə düşüncəsi var. Məsələn, bütün hamımızın bildiyi sözlərdən Dədə Ələsgər necə şeirlər yaradıb, necə yaradıb. Həmin bizim hamımızın tanıdığı, bildiyi, işlətdiyimiz sözlərdən. Yəni bunun həmin o düşüncə, insanları yəni ki, əlbəttə ki, belə götürəndə hamının bir başı, iki gözü, iki əli, ayağı var. Amma fərqləndirən nədir? Əlbəttə düşüncə. Düşüncə. Yəni ki, o da Allah Taala'nın həmin o qismətinə qoyduğu istedad və onun da həmin o elə bir ki, istedadı Dədə Ələsgər bu külliyyatını qoyub. Aşıq Ələsgərə mənəvi borcumuzu müəyyən mənada qaytarmısınız. O mənada ki, Gürcü dilində Aşıq Ələsgərin şeirlərini Emir Məmmədli ilə çap elətmisiniz, oxucuların, Gürcü oxucuların müzakirəsinə vermişsiniz. Çox böyük məsələdir bu. Bu işdə sizə ancaq minnətdarlıq eləmək olar və arzu edirəm ki, bu işin coğrafiyasını bir qədər genişləndirəsiniz. Yəni Ələsgərimizi, böyük ustadımızı dünyaya çıxarda bilək. Dədə Ələsgər doğrudan birinci növbədə şairdir. Yəni ki, Urfan əhlidir, bəli. Yəni mən şey eləyəndə ki, bunun Gürcü dilində şeirləri tərcümə olunmuyub. Yəni doğrudan mən çox təəccübləndim açığı və ona görə də bu fikrə düşdüm. Dövlət başçımız da sərəncam da vermişdi ki, Dədə Ələsgərin 200 illiyi ilə bağlı böyük bir tədbirlər keçirilirdi Azərbaycanımızda. Mən onda Emir Məmmədli ilə belə qənaətə gəldim ki, onun yaradıcılığını Gürcü dilinə tərcümə elətdirmək. Demək olar ki, burada Dədə Ələsgərin yaradıcılığının əsas hissəsi Gürcü dilinə bəli, tərcümə olundu. Sonra biz bunu Azərbaycan Yazıçılar Birliyində, Gürcüstanın Azərbaycanda olan işçiləri ilə bir yerdə gözəl bir təqdimat oldu. Şeirin Gürcü dilində Güllü xanım o çox Gürcü dilində mükəmməl bilir, Azərbaycan dilində mükəmməl bilir, orada ifalar eləyib və bu səs yazılarla da yazılıb. Sonra Gürcüstanda da bu kitab çox gözəl qarşılanıb. Neçə dəfə orada, mən düzdür iştirak eləyə bilməmişəm, orada təqdimat olub. Axundov mərkəzində kitabın təqdimatı olub. Emir Məmmədli də çox-çox təşəkkür edirəm. Bilirsiniz ki, Emir Məmmədli o vaxt Gürcüstanın dövlət başçısı Şivaniyadzənin tərcüməçisi olub. Və bundan belə ki, bizim o Dədə Ələsgərin yaradıcılığının tanınması yönündə bizim qonşu Gürcü xalqında da o yöndə bu kitab belə ərsəyə gəldi. Dədə Ələsgəri başqa dillərə tərcümə elətdirmək inşallah. Çox gözəl olardı bu təşəbbüs. Başlamışsınız, Allah imkan versin. Ustad Ələsgərin dilindən desə, rüsxət versin. Bu işi bir qədər genişləndirə bilərsiniz. Təşəkkür edirəm. Dastanoğlu fondunun yaradılması hansı ehtiyacdan yarandı? Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa olundu. 44 günlük Vətən müharibəsində qalibiyyətimiz oldu. Dövlət başçımızın, hörmətli İlham Əliyevin ali başkomandanlığı ilə. Sonra belə bir fikir məndə də və dostlarda da bir yerdə fikir yarandı ki, bütün bu bizim bu qalibiyyətimizlə bağlı bu Vətən müharibəsində
bu 44 günlük müharibəyə həsr olunmuş ən yaxşı roman, ən yaxşı povest və ən yaxşı hekayə müsabiqəsi elan elədi Yusif Səmədoğlu adına. Yusif Səmədoğlu, Allah ona rəhmət eləsin, onun doğrudan da nəsri Qətl günü. Mən hələ əvəzsiz, yəni onu o vaxt Azərbaycan jurnalında çıxmışdı 1984-cü ildə gərək ki. İnanın ki, mən məsələ şəxsən onu birinci dəfə oxuyanda və dönədən onun dili, onun təfəkkürü, yəni o maştabda təfəkkürü. Ümumiyyətlə oxuyanda da bir də mən o köklənmə ilə bağlı yazılarım da var və Yusif Səmədoğlu'nun Qətl gününü oxuyanda mən onu həmişə hiss edirəm ki, onun daxili köklənməsi saz üstündədir. Qətl gününün dili də elə bir saz üstündə yazılıb. Gözəl, çox gözəl təhlil edirsin. Davam edin. Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, tənqid şöbəsinin müdürü, Cahangir rəhbərliyi ilə nə qədər orada, mən heç inanın, nə qədər romanlar, ondan artıq roman təqdim olundu, povestlər 20 ətrafında povestlər təqdim olundu. Həmən Dastanoğlu. Bəli, Dastanoğlu fondunun həmin ki bu bizim Zəfər bayramımızla bağlı müharibəyə həsr olunmuş nəsr əsərləri müsabiqəsinə. Sonra da Azərbaycan Yazıçılar Birliyində çox dəyərli Anar müəllimin iştirakı ilə həmin o Zəfər bayramı ilə həsr olunmuş nəsr müsabiqəsində həm roman üzrə, həm povest üzrə, həm də hekayələr üzrə o mükafatlar Azərbaycan Yazıçılar Birliyində və Azərbaycan Yazıçılar Birliyi sədri hörmətli Anar müəllimin iştirakı ilə gözəl bir tədbir oldu və o mükafatlar da onlara təqdim olundu. Hələ müstəqilliyimizin ilk illərində Əminə xanım Dilbazı ilə Türkiyə böyük bir səfəriniz oldu. Çinar rəqs qrupunun 40 nəfəri üzvünlə Türkiyəyə səfər elədiniz. Orada çox rəğbətlə qarşılandı. Burada bizim ədəbiyyat qəzetində bu səfərlə bağlı yazılar yazıldı, böyük işıqlandırmalar oldu və bunların hamısı təbiidir ki, millətə xidmətinizdən, onun mənəviyyatına, varlığına xidmətinizdən gələn məsələlərdir. Avdu müəllim, çox-çox təşəkkür edirəm ki, bunları axtarıb tapmışsınız, yəni bunu mənə xatırlatdınız. Doğrudan da hələ 1992-ci ildə Allah Əminə xanıma rəhmət eləsin, Tibb Universitetinin nəzdində onun Çinar rəqs qrupu ansamblı var idi. Onlarla bir yerdə böyük beynəlxalq festivala biz getdik 92-ci ildə beynəlxalq festivala. Biz hətta gedəndə Rumuniyada olduq, Bolqariyada olduq, sonra da getdik Türkiyəyə. Türkiyədə orada da o festivalda Almaniya, Rusiya, Ukrayna, İtaliya 12-15 dövlət iştirak edirdi. Biz orada Azərbaycanın yanında 92-ci ildə cəmi müstəqilliyimizdən bir il keçmişdi. Və Azərbaycanın tanıtması yönündə bizim bayrağımızın yerlənməsi, orada yəni ki, bütün o bizim mədəniyyətimizin təqdim olunması. Avropadan gələnlər çox təəccüblə baxırdılar bizim o rəqslərin zənginliyinə, kostyumların zənginliyinə, musiqiyə və o festival çərçivəsində hər gün məsələ bir dövlətin bir günü elan olunurdu, gün keçirilirdi. Yəni orada çox belə yüksək səviyyədə ki, o bütün oradan gələn dövlətlər Azərbaycan mədəniyyətinə, Azərbaycan rəqsinə falana çox böyük diqqət və onlar üçün yeni bir kəşf idi. Ona görə ki, o vaxt biz aydındır ki, SSR-nin tərkibində idik, müstəqil dövlət deyil idik və xaricdə onu təqdim eləmək ilə imkanlarımız məhdud idi. Və konsertlər vaxtı, çox vaxt bizim yəni Çinar ansamblını axıra saxlayırdılar ki, cəmaət çox dağılışmasın, çox gəlsin, axıra kimi baxsın ki, Çinar orada iştirak eləyəcək. Çinara bəli, qalsınlar. Televiziya bizi çəkirdi, TRT o vaxt, cəmi 18 idi, necə o vaxt Türkiyədə televiziya kanalı var idi. Bütün mətbuat, böyük işıqlanması oldu, bələdiyyə başçısı ilə, valilərlə, falanlarla görüş çox yüksək səviyyədə. Sonra bir də 94-cü ildə biz getdik. İzmirdə Türksoyun iştirakı ilə böyük festival idi onda da. Onda həm Türkiyədə məsələ İzmir şəhərində Atatürk qapalı salonunda hardasa 3000-3500 nəfərlik bir salonda bir konsert verdik. Azərbaycanımızın təzə-təzə müstəqillik illərində belə bir ki, Çinar ansamblı ilə gedib Türkiyədə o beynəlxalq festivallarda elə bir iştirakımız olub, Abdülməlik.
təmasda bulunduğum elm adamlarından ikisinə ixtisasına görə ayrıca hörmətim var. Fizika, riyaziyyat elmləri doktoru, Azərbaycanın ilk biofizik alimi Eldar Mənsimov, bir də qəhrəmanım atom fizikası ixtisasına gələnmiş Rüstəm Məmmədov. Hər ikisi Ukraynada təhsil alıb, 15-20 il yaş fərqləri olsa da. Əzabkeş yazıçımız Manaf Süleymanovla bağlı müsahibələriniz çap olundu mətbuatda. Sonra isə Düşüncələrimin Kölgəsi kitabında da çap olundu həmən yazı. Manaf Süleymanova maraq hansı ehtiyacdan yarandı? Təbiidir ki, Manaf Süleymanov Göyçəli deyil, Səməd Vurğun deyil, Aşıq Ələsgər deyil, Bakı mühitini əsərlərində əks elətdirən bir yazıçıdır. Bəli, birinci Göyçə ilə bir mühitdir ki, doğrudan da Göyçəli, mən deyərdim ki, həmişə bilirsiniz, təkcə Göyçə çapında yox, Türk dünyası çapında, Azərbaycanımızın çapında. İnanırsınız, mən onu haşiyə çıxım deyim ki, olaq televiziya Bakını tutmurdu. Biz o televiziya antenasını nə qədər qaldırırdıq ki, Bakını necə tuta bilərik. Və bizə də həmişə bizə düşmən kəsilən bu ermənilər bizə Türk deyirdilər. Öz adımızı deyirdilər. Məsələn, biz balaca uşaq olanda soruşurdular ki, sizin paytaxtınız haradır? Deyirdim, Bakı. Çeylirdək yox, Yerevandır. Deyirdik, yox, Bakıdır bizim paytaxtımız. Yəni biz o mənada ki, bizim düşüncəmiz Göyçə ilə məhdudlaşmırdı. Yəni Azərbaycanın hər bir uğuru ilə, Türk dünyasının uğuru ilə yaşayan bir adam idik. Manaf Süleymanov da, yəni doğrudan da Azərbaycanımızın tarixinin tanıdılması yönündə, Bakının tanıdılması yönündə, hələ Bakı o neft bumu vaxtında 19-cu əsrin axırında, 20-ci əsrin əvvəllərində bütün buraki Tağıyevdən tutmuş Nobellər, Rothschildlər, bütün Rockefellerlər, bunlar hamısı gəlib o dövrü, yəni ki, qaynaşan bir mühitini çox yüksək səviyyədə onu o kitabında əks elətdirmişdi. Rəhmətli Manaf müəllimi, siz deyən kimi, mən də onun kitabını əl-əl gəzib onu oxumuşdum və Manaf müəllimə mənim böyük görməsəm də hələ onda sevgim var idi. Ondan biz görüşürdük, söhbətləşirdik. Yəni Manaf müəllim o vaxtın reallıqlarında, bilirsiniz, onun evində olurdum. Deməli, evdə istilik yox, qış vaxtı, tək yaşayırdı. Da bilirsiniz, o kürkdə falan da, amma heç vaxt bir şikayəti yox idi. Yəni o Azərbaycan tarixi ilə, bununla yaşayan adam idi. O necə o kitabları mənim üçün maraqlı idi, necə o kitab əmələ gəldi. O çox məmnuniyyətlə rəhmət oxuyaraq Mirzə İbrahimovun adını çəkirdi ki, mən yazılar yazıb gedib Mirzə İbrahimovla təqdim olunanda o mənə təklif elədi ki, siz çox mükəmməl yazınız var. Siz yəni elə bir mövzulara toxunursunuz ki, onu sizdən başqa heç kim yaza bilməz. Yəni çox masştablı bir Azərbaycan ziyalısı idi. Gözəl. Çox təəssüf ki, yazdıqların heç vaxt tam düşündüklərin olmur. Olsa düşüncələrinin qırıq-qırıq kölgəsi ola bilir. Bu kitaba da mənim düşüncələrimdən kiçik kölgələr hopur. Düşüncələrimin Kölgəsi adlanır kitabım. Bir maraqlı məqam var sizin yazılarınızda. Köklənmə və kainatla bağlanma. Ümumiyyətlə, köklənmədən heç bir yazı yazmaq olmur. Yaxud bir musiqi alətini, lap sazı götürək. Köklənməsən, onda istədiyin havanı almaq mümkün deyil. Ümumiyyətlə, insanın köklənməsi nə deyilən məsələdir. Allah rəhmət eləsin, gözəl yazıçımız Mövlud Süleymanlının Kökdən düşmüş piano tamaşası var idi. Onun da bu məsələyə maraqlı yanaşması olmuşdu. Ümumiyyətlə, insanın köklənməsi nə deyilən məsələdir. Buna bir qədər aydınlıq gətirin. Birinci düşüncələrimin kölgəsi doğrudan da burada da bir neçə məna tutmaq olar. Yəni birinci düşüncələrimin kölgəsi. Kölgə vaxtı olur ki, gərək işıq olsun. Qaranlıqda kölgə olmur ki. Düşüncələrimin kölgəsi deyəndə ikinci bir də heç vaxt insan düşündüyünü, yaşadığını
varlığına hopanı onu sözə çevirə bilmir. Olduğu kimi. Yəni onun çatsa ki, yaza bilsə onun kölgəsini yaza bilir. Köklənmə də oradan elə bir vacib bir şərtdir ki, bax adi dediniz, mən o yazımda da demək olar belə başlayıram. Məsəl üçün pianinoda istədiyin əsərin düzgün səs almaq üçün o köklənməlidir, kökü düz olmalıdır. Yəni köklənməni düz olmasan, sən istədiyin səs ondan ala bilməyəcəksən. Və insan da elə bir şeydir. İnsanın köklənməsi düzgün olmasa, yəni ki, o istədiyini düzgün, ən yaxşı formada ala bilməz. Yəni köklənmə. Təsəvvür eləyin ki, bütün kainatın köklənməsinə biz baxsaq, bütün bu köydən tutaq ki, baxanda, bütün bu planetlər, planlar neçə milyon illərdir ki, bunlar fırlanır və onların öz aralarında bir köklənmə var. Və bunlar köklənmədən təsəvvür eləyin ki, çıxsa, nə bilim bir ikicə dərəcə çıxsa, neçə, nə bilim 10 min ildən sonra onlar gəlib toqquşar və elə bir ki, təsəvvür eləyin ki, kainat dağılar. Yəni ona görə də köklənmə elə bir vacib şeydir ki, bir insan məsələ gün ərzində öz köklənməsini bəlkə də heç 3-4 saat saxlaya bilmir. Düzdür. Tez-tez kökdən salırlar. Kökdən salırlar. Maddiyyat, nə bilim, çıxırsan, iş, şeylər insanı köklənmədən çıxarır. Yəni ki, amma köklənmədə tutaq, xüsusilə yaradıcı adamlar, ya bir, nə bilim, bir gözəl, dülgər bir şey hazırlayırsa, öz köklənməsindəsə və yaratdığı birinci növbədə özünə ləzzət eləyəcək və özünə ləzzət eləyəcəksə, bütün hamıya ləzzət eləyəcək. Qardaşlar bir atadan, anadan olanlar deyil, bir Allahdan doğulanlardır. Bu fikrə münasibətiniz. Oğlunuzla qardaşsınızmı, qardaş olmuşsunuzmu? Maşallah oğlunuz İtaliyada təhsil alıb. Siz yönəltmişsiniz onu ora, yoxsa öz dərrakəsindən yön alıb, Göyçəli balası İtaliyaya, Avropaya? Bəli, bəli. Əlbəttə, bax, biz həmin o şeylərə, o metafizik baxışlara toxunduq, o düşüncələrə toxunduq və mənim məsələ doğrudan bir hekayəm də var, elə onu oğluma həsr eləmişəm, torpağın ruhu. Torpağın ruhu. O torpaq yaddaşını elə bil ki, uşaq onu qucaqlayıb yatır, deyir ki, elə bil ki, ata hiss eləyir ki, oğul o torpağı da görməsə də, elə bil ki, bundan keçən hisslər oğula keçdi. Oğula keçdi və buna deyir çox inanır. Mənim oğlum da Allah bütün balaları qorusun İtaliyada Bologna Universitetini qutarıb, yəni Bologna sistemi. Bologna Universiteti İtaliyada reytingə görə birincidir. Orada özdə astrofizika üzrə oxuyub. Məsələn, orada o astrofizika oxunan tutaq 25 nəfər qəbul olursa, onu məsələn oğlumla başlayanda 25 nəfər oxumuşdu, o cəmi 6-sı qutardı. Onu siz yönəltmişdiniz. Bilirsən necə? Təsəvvür eləyin ki, mən də atom fizikası, o mənə deyir ki, ata, birdən-birə mən onu şey eləyirdim, həmişə söhbətlərlə falanlarla. Amma özü dedi ki, mən elə bir daxili tələbatla mən gördüm ki, mən bu tərəfə getməliyəm. Mən bu tərəfə getməliyəm. Mən indi o doktorluğunu müdafiə eləyib, orada həm dərs keçir, həm bir iş qurub. Hamını unuda bilərsən, ancaq özünü heç vədə unutmaq olmaz. Yəni, insanın özünü unutmasına, insanın özünə diqqət ayırmasına, özünü dərk eləməsinə münasibətiniz necədir? Əvvəlcə bir haşiyə çıxım, Əminə xanımla, rəhmətli ilə uzun müddət səfərdə olurdum da. Əminə xanımın 80 ətrafında yaşı var idi. Əminə xanım bilirsiniz, sağlamlıq haqqında nə deyirdi? Əminə xanım deyirdi ki, sağlam olmaq üçün gərək özünü unudasan. Özünə bir balta kimi baxmalısan. Yəni ki, bu balta it olmalıdır, bu balta təmiz olmalıdır falan, amma bunu yaxşı istifadə edəsən. Deyir, mən də özümə hələ baxmışam ki, mən bunu, bu mənim varlığımı, bir də yemək verməliyəm, çox kökəltməməliyəm, bir də yaxşı istirahətini, zadını verməliyəm ki, bu bədən məni türk yaparsın,
Məni aparsın, məşqlərimi eləyə bilim. Ben bunu çox yedirsəm, kökələr hərəkət eləyə bilmərəm. Soyuqdan qorumalıyam ki, özümü bu hansı ki, o balta kimi də deyir, özünə deyir, onda deyir insan. Özünü ona da işə verəndə və özünə bir elə bir ki, yəni ki, mən bunu aparmasam, tutaq ki, məşqi kimi eləyə bilər. Özümə kənardan baxıram, bunun vasitəsilə mən nələrəsə nail oluram. Və o adam hamıya üçün gərəkli adam olur. Kim yəni ki, doğrudan da öz həyatına, özünə dəyər verirsə, özünü tapırsa, öz daxili köklənməsi olursa, o elə bir ki, hamı üçün ən xeyirli bir insan olur. Onun yaratdığı da hamıya lazımlıdır. Amma bir də var ki, bu özünü tanımır, özünü dərk eləmir. Özünü dərk eləməyən adam başqasını necə dərk eləyə bilər? Belə bir fikir də var ki, dünya özünü dərk eləməyənlərin yığınağıdır. Bizdə Göyçədən qaça-qaç oldu. İnsanlar bütün dağdan, dərədən falandan qaçdı, gəldi, bir-birini tanımayan insanlar. Tanımayan insanlar təsəvvür eləyin ki, kiminsə anası üçün, bacısı üçün, gəlini üçün özü hətta riskə getdi, eləsə oldu, ölən ki, onu qorudu, heç onu tanımırdı. Bu nəyin hesabına idi? Cəmiyyətin bir köklənməsi var idi Göyçənin. Amma tutaq Amerikada yanınızdadır, tsunami oldu. Tsunami olanda o Amerikada o fiziki prokuraturanı dağıtdı, polisi dağıtdı falan. Bunlar orada cəmiyyəti qoruyur. Orada cəmiyyətin öz, yəni ki, yazılmamış qanunu yoxdur. Orada neynədir göstərirdilər. Bunlar girib bütün marketləri dağıdırdı, bütün evləri dağıdırdı. Nədir? Polisin başı qarışıb. Nə bilim, başqa strukturların başı. İmkan tapıb, yəni üzr istəyirəm, yəni ki, orada yəni təcavüzlər falanlar, nədir ki, o cəmiyyətin özünün qınağı yoxdur. O köklənmə pozulub. Yəni, bax, onlar həddindən artıq yazılmamış qanunları da doğrudan onları da həmişə çalışılmaq lazımdır ki, necə dövlət başçısı həmişə onu qeyd eləyir, ailə dəyərləri, həmin o cəmiyyətin yazılmamış qanunları da doğrudan da yaşanmalıdır və o da öz-özünü təmizləyə gəlib inkişaf eləyir. Qərbi Azərbaycan yurtlarımız bizim yolumuzu gözləyir. Göyçə də, İrəvan da, Vedibasar da, Zəngəzur da köçlərimiz geri qayıda keşkə. Doğma yurtlara, doğma məkanlara. Çünki Göyçə də yerindədir, başqa yurtlarımız da o yurtlara biz qayıdaq. Göyçə ilə Qərbi Azərbaycanla bağlı dediniz və doğrudan Qərbi Azərbaycanlılar Qərbi Azərbaycana qayıdış bir cəmiyyət yaradıblar. Cəmiyyət və Qərbi Azərbaycanlıların ziyalıları, cəmiyyət onun ətrafında formalaşıblar. Ümumiyyətlə ki, orada işlər görürlər əllərindən gələn işi və dövlət başçımız yəni gəlib orada öz ad günündə iştirak edib, ürək arzularını bildirib və bütün bu həm bu cəmiyyətin yaranması, həm ümumiyyətlə dövlətimizin apardığı siyasət, bütün oralar da oradan da bizim dədə-baba torpaqlarımız olub. İrəvanın özü, Göyçə, Zəngəzur, bütün Vedibasar, bütün hamısı ilə, bütün onların adlar, bütün hər bir toponimlər hamısı türk mənşəli adlardır. Və biz çox dövlətimizin apardığı siyasətlə, mən çox şəxsən siz dediyiniz kimi inanıram ki, biz o Göyçəyə qayıdacağıq və inşallah arzu eləyək ki, orada da bir yerdə inşallah bir veriliş hazırlayaq və o verilişi çəkə-çəkə bu günümüzü xatırlayaq.